Salam. Bakı şəhəri Sabunçu rayonu 155 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Vəfa. Bugünkü mövzuya başlamazdan əvvəl gəlin bir yazılışa nəzər yetirək. 1, 3, 5, 7, 9, 2, 4, 6, 8, 11, 22, 33, 44, 55. Verilmiş yazıda ədədlər müəyyən qayda ilə düzülmüşdür. Ədədlərin müəyyən qayda ilə düzülüşü necə adlanır? Əlbəttə ki, bu düzülüş ardıcıllıq adlanır. Ardıcıllıqda qanuna uyğunluğu təyin etmək üçün 1. Ardıcıllığın birinci həddi müəyyən edilir. 2. Ardıcıllığın artan və ya azalan olduğu müəyyən edilir. 3. Ardıcıllığın dəyişmə addımları müəyyən edilir. Birinci və ikinci baxdığımız ardıcıllıqlar tək və cüt ədədlər ardıcıllığıdır. Ədədlər artan sıra ilə düzülmüşdür. Hər sonraki ədəd özündən əvvəlki ədəddən 2 vahid böyükdür. Növbəti baxdığımız ardıcıllıqda isə ədədlər 11 vahid artan sıra ilə düzülmüşdür. Bugünkü dərsimizdə biz ardıcıl ədədlərin cəminə aid məsələ həlli ilə tanış olacağıq. Bu məsələləri də artıq sizə tanış olan tam hissə modelinin köməyi ilə həll etməyi öyrənəcəyik. Elə isə gəlin bir məsələ nümunəsinin həlli üzərində araşdırma aparaq. 3 ardıcıl cüt ədədin cəmi 756-dır. Bu hansı ədədlərdir? Əvvəlcə tam və hissələri müəyyən edək. Tam 3 ədədin cəmi 756. Hissələr ardıcıl 3 cüt ədəd. Bildiyiniz kimi ardıcıl cüt ədədlərin hər biri özündən əvvəlkindən 2 vahid böyükdür. Elə isə gəlin ədədləri birinci ədədə görə müəyyən edək və tam hissə modelini quraq. Belə ki, birinci ədəd ən kiçiyidir. Ona bir hissə çəkək. İkinci ədəd birincidən 2 vahid çox, üçüncü ədəd isə ikincidən 2 vahid, birincidən isə artıq 4 vahid böyük olacaq. Modelə görə məsələni asanlıqla həll etmək mümkündür. Diqqətlə baxsaq görərik ki, ikinci və üçüncü ədədlərin artımları var. Əgər cəmdən bu artımları çıxsaq, hər 3 ədəd bərabər olacaqdır. 756 çıx 6 bərabərdir 750. 750-ni 3 yerə bölsək, bərabər ədədləri alarıq. Artıq birinci ədədi müəyyən etmiş oluruq. İndi asanlıqla ikinci və üçüncü ədədləri də tapa bilərik. Birinci ədəd 750 böl 3 bərabərdir 250. İkinci ədəd 250 üstəgəl 2 bərabərdir 252. Üçüncü ədəd 252 üstəgəl 2 bərabərdir 254. Artıq ardıcıllığın ədədlərini müəyyən etmiş olduq. Bu ədədlər 250, 252, 254-dür. Gəlin yoxlayaq. 250 üstəgəl 252 üstəgəl 254 bərabərdir 756. Başqa bir məsələ nümunəsinə baxaq. Ümumxalq şənliyi üçün hazırlanan torta 246 yumurta işləndi. Tortun ən alt qatından başlayaraq hər sonraki qatına əvvəlkindən 20 dənə az yumurta işləndi. 3 qatı olan bu tortun ən aşağıdakı qatına neçə yumurta işləndi? Əvvəlcə yenə də tamı və hissələri müəyyən edək. Tam 246 yumurta. Hissələr alt qat, orta qat, üst qat. İndi isə tam hissə modelini quraq. Üst qata ən az yumurta işlənmişdir. Bu qata uyğun bir hissə çəkək.
Orta qata üst qatdan 20 yumurta çox işlənmişdir. Bir hissə üstəgəl 20. Alt qata orta qatdan 20 yumurta çox işlənmişdir. Bir hissə üstəgəl 20, üstəgəl 20. Artıq modelimiz hazırdır. İndi onun köməyi ilə asanlıqla məsələni həll edə bilərik. Əvvəlcə cəmdən yenə də artımları çıxmaq lazımdır. Belə ki, cəmdən alt və orta qatlara artıq işlənən 60 yumurtanı çıxsaq, bütün qatlardakı yumurtaların sayı bərabər olar. 246 çıx 60 bərabərdir 186 yumurta. Bir hissəyə, yəni üst qata işlənən yumurtaların sayını tapaq. 186 böl 3 bərabərdir 62. Üst qatın yumurtaları məlum olduqdan sonra asanlıqla orta və alt qatın yumurtalarını da tapmaq olar. Orta qata 62 üstəgəl 20 bərabərdir 82. Alt qata 62 üstəgəl 20 üstəgəl 20 bərabərdir 102 yumurta işlənmişdir. Cavab alt qata 102 yumurta işləndi. Bununla da bugünkü dərsimiz sona çatdı. Diqqətinizə görə təşəkkür edirəm.